Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bildiyiniz kimi bu gün 16 mart 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən blok imtahanı üzrə sınaq imtahanı təşkil edilmişdir. Tarix sınaq qruplarımıza qeydiyyat davam eləyir. Dövlət İmtahan Mərkəzinin əvvəlki illərdə istifadə etdiyi qəbul suallarını, Dövlət İmtahan Mərkəzinin sınaqlarını, model testlərini, OTK-nın sınaqlarını və digər faydalı sınaqları işləyərək onların düzgün cavabları ilə, izahları ilə tanış olaraq öz boşluqlarınızı aradan qaldıra və imtahanlarda bir daha qeyd edim ki, ən yüksək nəticəni əldə edə bilərsiniz. Bunun üçün 055 403 37 53 nömrəsinə yazıb ətraflı məlumat əldə edib qeydiyyatdan keçin. 31-ci suala baxaq. Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilmişdir. Söhbət Qəznəlilər dövlətindən gedir. Qəznəli deməli B variantında verilmişdir. Qərbi Roma imperiyası 395-476-da mövcud olub. Bax, burada verilən dövlətlərdən, hansı ki Türk dövlətlərindən Avropa Hun dövləti məhz mübarizə aparmışdı. 2-yə gedir C bəndi. Ərəblərlə uzun müddət mübarizə aparmışdır, hansı ki bu elə həmin Xəzər xaqanlığının zəifləməsinə də gətirib çıxarmışdır. Deməli 1B, 2C, 3A, 31-də cavabımız oldu E bəndi. 32-yə baxaq. Azərbaycanda Ali Monqol xaqanlığının canişinliyi dövründə həyata keçirilən siyasətin mahiyyəti nədən ibarət idi? Belə ki, istər onların keçirdiyi siyasət, istərsə Hülakülər dövlətinin Qazanxana qədərki dövründə keçirilən siyasətin əsas məqsədi yerlilərin, yerli feodalların, köçəri monqollardan asıllığını gücləndirmək idi. Əsasən onlar köçəri monqollara arxalanırdılar. Oturaq əhaliyə yox, məhz köçərilərə arxalanırdılar. 32-də cavabımız olur B bəndi. A hansı ki ziddiyyət təşkil edir. C ona görə yanlışdır ki, qəbalə yox, yarlıq verilirdi. D variantı ona görə yanlışdır ki, Monqol vilayət hakimlərinin vergi toplamaq hüququndan məhrum edilməsi Qazanxanın vergi islahatından sonra idi. Və E variantı da ona görə yanlışdır ki, bu da Qazanxana aid olur. Səfəvi hökmdarlarından Şah Sultan Hüseyn və Şah II Təhmasibin hakimiyyəti dövrlərinə aid ümumi cəhət hər il qəbul imtahanında səbəblərlə bağlı 2 və daha çox sualdan istifadə olunur ki, qəbul imtahanına hansı suallar düşə bilər? Yuxarıda yerləşdirdiyim linklərə daxil olaraq izləyə bilərsiniz. Qarşıdakı dövrlərdə də məhz istər may, istərsə də yəni birinci və ikinci blok imtahanlarında hansı sual tipləri qarşımıza çıxa bilər, onunla bağlı ətraflı video izahlar kanalda paylaşacağam. Oxşar cəhətləri nədir? Əfqanlarla mübarizədir. Çünki Şah Sultan Hüseynin dövründə Əfqanlar Qəndahar şəhərini ələ keçirdilər. Elə məhz onların hücumundan sonra Hüseyn devrilmişdi. Şah II Təhmasibin dövründə də Əfqanlarla mübarizə var, hansı ki Nadirin xan təyin olunmasından sonra Azərbaycanın torpaqlarından qovulmuşdu onlar. Əhali və əmlakın siyahıya alınması Hüseynə aiddir. Şeybanilərlə mübarizənin aparılması hər ikisini aid edə bilmərik. Osmanlı ilə müqavilə və ya müqavilələrin imzalanması Şah II Təhmasibin dövründədir. Biz bunu Kirmanşah müqaviləsini nümunə verə bilərik. Xəzər sahili bölgələrin tamamilə ruslar tərəfindən işğal edilməsi Şah Sultan Hüseynin dövründə rusların hücumunu qeyd etmək olmaz. 33-də cavabımız olur A bəndi. Xəritədə ulduzla işarələnmiş dövlətlərin 17-ci əsr tarixinə aiddir. Bax, bu sualı biz məhz sınaq qrupumuzda abituriyentlərimizlə bərabər işləmişik. Qrupumuzun faydasını bir daha nəzərinizə çatdırım. Burada İngiltərə, burada da Osmanlıdır. Onların 17-ci əsr tarixi. Şimal müharibəsində hər ikisi iştirak etməyib. Osmanlı və həmçinin İngiltərə 17-ci əsrdə Səfəvilərlə müqavilə imzalayıb. Belə ki, ingilislər əbədi dostluq müqaviləsini imzalayıb. Osmanlı isə bir neçə müqaviləni deyə bilərik. Mərændi, Qəsr Şirini. 7 illik müharibə 1756-63-18-ci əsr İngiltərə tarixidir. Rusiya ilə mübarizəni demək olmaz. Həmçinin Fransa ilə də. 35. Mətn 1 və mətn 2 təqdim olunubdur ibtidai icma quruluşu ilə bağlı. Bu dövrdən başlayaraq insanlar qan qohumluğuna əsaslanan birlikdə yaşayırdılar və söhbət gedir hansı ki üst paleolit dövründən etibarən. Mətn 2-də isə bu dövrdə insanlar heyvanları daha uzaq məsafədən ovlamağa başladılar. Yəni mezolitdəki hansı ki ox və kaman ixtirasından söhbət gedir. Deməli, üst paleolit və mezolit təqdim olunubdur. Mətn 1-də bəhs edilən dövrdən fərqli olaraq mətn 2-də, yəni ki, üst paleolitdən fərqli olaraq mezolitdə nə baş veribdir? İstehsal təsərrüfatına keçid mezolitə aiddir. Bir fərqləndirən xüsusiyyətdir. Qəbil icmasında yaşamaları həm mezolitdə var, həm üst paleolitdə. Bu ümumi cəhətdir. Axirət dünyasına inamın mövcud olması həm paleolit dövründə var, həm mezolitdə var. Bu da ümumi cəhətdir. Yeni sənətkarlıq sahələri ümumiyyətlə nə paleolit, nə də mezolit üçün bunu aid edə bilmərik. Sənətkarlığın əsas qoyulur neolitdə. Və yalnızca bir fərqlənir burada, deməli, mezolitin üst paleolitdən fərqi. 36-cı sual Şirvanşah Sacı və Salarilər təqdim olunmuşdur.
Yenə bu da işlədiyimiz suallardan biridir. Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı Salarilərin dövründə. Dərbəndin ələ keçirilməsi hər üç dövlət üçün ümumi cəhətdir. Məzədlər su ailəsi tərəfindən idarə edilməsi təbii ki, Şirvanşahlara aiddir. R şəhərini Samanilərdən almışdı Yusif İbn Əbsat. D. Sadilərə aiddir və Mərziban İbn Məhəmməd tərəfindən qanunnamənin hazırlanması yenə Salarilər dövlətinə aid bir xüsusiyyətdir. Gəlin keçidək 37-ci suala. Verilənlərin hər ikisi hansı tarixi şəxsiyyətə aiddir? Belə ki, o, Naxçıvan döyüşündə gürcüləri məğlub eləyib, həmçinin Şirvanşah Aksitana hakimiyyətə gəlməkdə köməklik göstəribdir. Söhbət Azərbaycan Eldənizlər dövlətinin qurucusu Şəmsəddindən gedir. Şəmsəddin Eldəniz, Evəndi. E variantı oldu. Deməli, 38-də doğru cavab hakimiyyət uğrunda mübarizə böyük Hun dövlətinin parçalanmasına səbəb oldu. Bir doğru fikirdir. Yenə işlədiyimiz suallardan biridir. Hunlar Pinsen şəhəri yaxınlığında Çin ordusunu mühasirə aldı. Söhbət eramızdan əvvəl 200-cü ildə gedir. Lakin bu dövrdə Sin sülaləsi yox, Han sülaləsi hakimiyyətdə idi. Sin burada yanlış qeyd olunub. Mete Tanhui işğallara başladı. Monqol və Tibet tayfalarını tabe etdi. Bu doğrudur. Onun Monqol və Tibet tayfalarını tabe etməsi hətta Çingizlə də oxşar xüsusiyyət kimi vermək olar. Teoman Tanhu Çin üzərinə yürüşlərə başladı və Xan sülaləsi Böyük Çin səddinin inşasına başladı. Belə ki, Teomanın yürüşlərindən sonra Sin sülaləsinin dövründə Böyük Çin səddinin inşasına başlanır eradan əvvəl 214-cü ildə. Deməli, 1-3 burada düzgün cavabımız oldu E bəndi. Savalan və Hilat döyüşləri üçün ümumi cəhətlər. Ərəblərin məğlub olması. Belə ki, hər iki döyüşdə ərəblər məğlub olmayıb. Birində qalib, digərində məğlub olub. Döyüşlər 8-ci əsrin 30-cu illərində baş verib. Döyüşlər ərəblərlə Xəzərlər arasında olub. Doğru fikir D bəndi. 40-cı suala nəzər yetirək. Müasir tariximizlə bağlı bir sual. Azərbaycan Respublikasının NATO Parlament Assambleyasının assosiasiyalaşdırılmış üzvlüyünə qəbul olunduğu sammit 2002-ci ildə keçirilmişdir. Və bu sammit qardaş Türkiyənin məhz ən böyük şəhəri olan İstanbul şəhərində, yəni Türkiyə ərazisində keçirilmişdir. Düzgün cavabımız olur burada Türkiyə, hansı ki Rumıniya deyil. Həmçinin burada Almaniya və Fransa deyil. Yəni düzgün cavabımız oldu 4 Türkiyə variantı. 41-ci suala baxaq. Azərbaycan SSR-də hərbi kommunizm və kollektivləşdirmə illərinə aid ümumi cəhət. Azad ticarətə icazə verilmirdi hər iki siyasət dövründə. Fərdi, kəndli təsərrüfatları yenidən bərpa edildi. Xeyr, hətta qeyd edərdik ki, kollektivləşdirmə dövründə ümumiyyətlə fərdi kəndli təsərrüfatı ləğv edilmişdi. Qolçomaqlarla muzlu əməkdən istifadəyə geniş icazə verildi. Bunu biz qolçomaqların xüsusi çəkisi artdı, hansı ki kənd təsərrüfatına inkişaf baş verdi, isə aid eləmək olar. Hər iki siyasətin həyata keçirilməsindən Azərbaycan kəndlisinin öz əməyinə marağı itir. Bax, düzgün variantdır. Ərzaq vergisinin tətbiqi yenə YIS dövrünə aid olur. Şeyx Heydərin vaxtında Qazi Sufi dəstələri hərbi qaydada təşkil olundu və 1487-də onlar Şirvana, Şimali Qafqaza, Şirvanşahlar ərazisinə bilavasitə hücumlar edirlər. Bəs yaxşı, Şeyx Heydərin bu tədbirləri nəyə səbəb olur? Səfəvilər dövlətinin yaranmasına? Xeyr, bu məhz İsmayılın tədbirlərindən sonra idi. Şirvanşahlarla Qaraqoyunluların yox, Ağqoyunluların ittifaqına səbəb olur. Yəni Bayandurluların ittifaqına səbəb olur. Ağqoyunlunun iki hissəyə parçalanması Əpər sazişindəndir, Osmanlı ilə əlaqəsi yoxdur və E variantı, hansı ki, söhbət 1488 Şahdağ döyüşündən gedir ki, orada bayaq da qeyd elədiyim kimi Bayandurlu və Şirvanşahlar müttəfiq olurlar. Azərbaycanda Ərəb xilafətinin hakimiyyəti dövrünə aid deyil, orduda xidmətə görə torpaq, bu iqta idi. Vəqf var idi, 725 siyahı var, Xürrəmlərin çıxışları var, lakin Dastakert torpaq mülkiyyət forması Azərbaycanda feodalizmin ilk mərhələsində Sasani hakimiyyəti dövründə olmuşdu. Doğru cavabımız E bəndi. 44-cü suala baxaq. Yenə işlədiyimiz sınaq qrupumuzdakı suallardan biridir. Mir Mövsüm Nəvvab tərəfindən Üsul-i Cədid məktəbinin əsasının qoyulduğu şəhər. Üsul-i Cədid məktəbləri Azərbaycanda bir neçə ərazidə, istər şimalda, istər cənubda fəaliyyətə başlamışdı. İlki məhz Seyid Əzim Şirvani tərəfindən Şamaxıda açılmışdı. Lakin Mir Mövsüm Nəvvabın Üsul-i Cədid məktəbi isə Şuşada idi. Şuşa isə burada 4 nömrəli ərazidə işarə olunubdur. Düzgün cavabımız E bəndi. Daha sonra Manna dövlətinin ictimai və dövlət quruluşuna aid xüsusiyyətləri müəyyən edin. Yenə sınaq qrupunda işlədiyimiz suallardan biri. Qeyri-məhdud hökmdar hakimiyyətinin mövcud olması. Bəli.
Doğru fikirdir. Hökmdarın fərman və qanunlarının feodalların mənafeyinə uyğun olması. Feodal yox, o dövrdə quldarlıq dövrü idi. Bu cümlə yanlış cümlədir. Vilayətləri hökmdar tərəfindən təyin olunan canişinlər idarə edirdi. Təbii ki, bu İranzunun dövründən etibarən. Eramızdan əvvəl 8-ci əsrdən etibarən, elə adını çəkdiyim İranzunun dövründən etibarən hakimiyyət irsi keçirdi. Doğrudur. Əyalətləri Ağsaqqallar Şurası yox, məhz hökmdarın təyin elədiyi canişinlər idarə edirdi. 5 yanlışdır. 1, 3 və 4 A bəndi doğru fikirdir. Birinci Dünya müharibəsi illərində Şimali və Cənubi Azərbaycan tarixi üçün ümumi xüsusiyyətlər. Yenə də sınaq qrupunda işlədiyimiz suallardan bir digəri. Muxtariyyət uğrunda mübarizənin aparılması. Belə ki, istər Şimali Azərbaycanda muxtariyyət uğrunda mübarizə var idi, istər Cənubda Xiyabaninin başçılığı ilə. Əvvəlcə Şimali Azərbaycanda muxtariyyət uğrunda mübarizə olur. Lakin Allah şəhidlərə və o vəfat edən insanlara rəhmət eləsin. Mart soyqırımının törədilməsindən sonra muxtariyyətə olan inamımız qırılır və bizim hansı ki siyasi o dövrki ziyalılarımız, rəhbərlərimiz müstəqillik uğrunda mübarizəyə can atırlar. Bir, ona görə ümumi cəhətdir. İngilislərin ölkə ərazisinə daxil olması. Belə ki, Şimali Azərbaycan torpaqlarına General Densterville'in başçılığı ilə 18-ci ilin avqustunda nümunəni verə bilərik. Çünki 1-ci Dünya müharibəsi 18-in noyabrın 11-nə qədər davam eləyirdi. Cənuba gəldikdə isə hansı ki Rus qoşunları 17-ci ilin fevral burjua inqilabından sonra Cənubu tərk eləyirlər. Onların əvəzinə ingilislər daxil olur. 2, yəni 1 və 2 milli hökumətin təşkili. Demək belə, Şimali Azərbaycana bunu aid eləyə bilərik. Azərbaycan Xalq Cümhuriyyəti 18-28 mayda yaranıb. Yəni 1-ci Dünya müharibəsi illərində yaranıb. Amma Cənubda Xiyabani hökuməti 20-ci ildə meydana gəlmişdi və Xiyabani hökumətinin yarandığı dövrdə isə 1-ci Dünya müharibəsi artıq başa çatmışdı. Osmanlı qoşunlarının ölkə ərazisinə daxil olması. Bu da yenə ortaq xüsusiyyətdir. Belə ki, şimal torpaqlarımızda onsuz Osmanlı qoşunları var idi, Mudros müqaviləsindən sonra tərk eləyirlər. Cənubda isə yenə Osmanlı qoşunları var idi 1-ci Dünya müharibəsi illərində, hətta Sarıqamış döyüşündəki məğlubiyyətdən sonra daha çox geri çəkilirlər. Hələ bir dənə də nümunə kimi deyə bilərəm, hansı ki 18-ci ilin martında Urmi bəlası hadisələri törədilən zaman Osmanlı qoşunları bizə dəstək olmuşdu Cənubda. Sovet ordusu tərəfindən tamamilə işğal edilməsi fikri isə yanlışdır. Sovet ordusu 11-ci Qızıl Ordu 20-ci ilin aprelin 28-də şimal torpaqlarını tutmuşdu. Cənuba da aid etmək olmaz. 1, 2, 4. Bax belə. 19-cu əsrin birinci yarısına aid deyil. Alban katolikosluğunun ləğvi 1836 aiddir. Canişinin yaradılması 44 aiddir. Pyotr erməniləri bizim başımıza bəla eləyən Rus hökmdarı 1724-də onların köçürməsi haqqında fərman verir. Bu da 18-ci əsrə düşür. Yəni C yanlış fikirdir. Rəhdari 1836-dır, bu da 1830-cu ildədir. Burada doğru cavab lazımdır. Şeyx Üveys Təbrizi tutur, hansı ki 1359-da Azərbaycan böyük bir hissəsi Cəlali tərəfindən işğal edilir. Canı bəyin 1357-ci il yürüşü Hülakülər dövlətinin süqutu. Bu da yenə doğru fikirdir. Əmir Teymurun Şirvana qoşun yeritməsi, 1-ci İbrahim Dərbəndinin taxta çıxması əlaqəsizdir. Bu 1382-də taxta çıxıb, Teymur da 86-dan yürüşə başlayıb. 4 öz növbəsində doğrudur. Terek döyüşündə Toxtamış xanın məğlub edilməsi, hansı ki 1395, Qızıl Ordunun süqutu isə 1502-yə təsadüf edir. 16-cı əsrin əvvəllərinə yenə sınaq qrupunda işlədiyimiz suallardan biri idi. Baxaq Osmanlı Sultanı Orxan Qazinin hakimiyyəti dövrünə, hansı ki dövlətin paytaxtının Bursa şəhərinə köçürülməsi, atasının elə vəsiyyətinə uyğun o Bursanı tabe eləyir və paytaxtı köçürdür Söyüdlüdən o əraziyə. Ədirnəni məhz Murad fəth eləmişdi. Osmanlı İmperatorluğunun qüdrətinin zirvəsinə çatması, bu möhtəşəm 100 il, yəni 100 illik dövrüdür. Fatih Sultan Mehmedin, Səlimin və Qanuninin dövrləri üçündür bu dediyimiz xüsusiyyətlər. Osmanlı tarixində ilk dəfə sultan yenə Muraddır və dövlətin ərazisi inzibati cəhətdən paşalıqlara, sancaqlara bölünür, hərbi islahat keçirilir. Bax, Orxan Qazidən söhbət gedir. Türkiyə Respublikasının 1920 və 1960-cı illər tarixinə aiddir. Belə ki, istər 24, istərsə 61 bu konstitusiyanı deyə bilərik. Aqrar qanun yenə aid ola bilməz. Hərbi çevriliş 60-cı ildən başlayır. NATO ilə 52-dən qoşulmuşdu. Və cavabımız oldu B bəndi burada. 1-ci və 2-ci Qarabağ müharibəsi dövrünə aid uyğunluq.
Təbii ki, bu il də bizim Vətən müharibəsindən sualdan istifadə olunacaq. Ümumiyyətlə bütün mövzuların izahı olduğu kimi həmin o mövzunun da izahı kanalımızda var. Yenisini də çəkib paylaşacağam. Məhz sırf ən son proqrama əsasən olan dəyişiklikləri əhatə edən videonu. Zəngilan rayonunun düşmən tərəfindən işğal edilməsi bu 1-ci Qarabağ müharibəsinə təsadüf eləyir. Hadrut qəsəbəsinin şanlı ordumuz tərəfindən azad edilməsi 2-ci Qarabağa, yenə ordumuz tərəfindən uğurlu Ağdərə əməliyyatının həyata keçirilməsi 1-ci Qarabağ müharibəsi illərində idi. Allah rəhmət eləsin, bizim qəhrəmanımız Gizir Mübariz İbrahimov 2010-cu il deməz düşmən cəhbəsində düşmənə böyük itkilər vermişdi. Yəni nə bu 1-ci, nə də 2-ci Qarabağ müharibəsi dövrünə aid deyil. Naxçıvan əməliyyatları isə 2018-də keçirilmişdi və 1AC 2B cavabımız oldu D bəndi. 13-cü əsrdə Aralıq dənizində ticarət birinciliyi necə oldu ki, Venesiya və Genuyanın əlinə keçdi? Yenə indi deyəsiz müəllim deyil. Bax, bu da sınaq qrupunda işlədiyimiz suallardan biridir. Yəni qrupun faydasını sizlərə bildirmək istəyirəm bu test üzərindən. Demək, Monqolların Səlcuqlar üzərindəki qələbəsinin əlaqəsi yoxdur. Hansı ki 4-cü Xalçlı yürüşü baş verir Bizans ərazisinə. Bizans bir müddət varlığını itirir və şərq ölkələri ilə əlaqədə, ticarətdə Venesiya ilə Genuyanın əhəmiyyəti artır. Yəni Bizansın Xalçlar tərəfindən işğalı və yaxud da məğlub edilməsindən sonra. 2-ci Rus-Qacar müharibəsindən fərqli olaraq 1-ci Rus-Qacar müharibəsi dövründə yenə işlədiyimiz suallardan biridir. Demək, Qarabağ xanlığında xanlıq idarə üsulunun saxlanılması Qarabağ xanlığı 1822-də ləğv olubdur. 1-ci Rus-Qacar 1804-13 əhatə eləyir, ikincisi 26-28-i. Deməli, ikincidən fərqli olaraq 1-ci Rus-Qacar müharibəsi dövründə Qarabağ hələ də xanlıq idarə üsulunu qoruyub saxlaya bilmişdi. Müəyyən müddət Gəncədə xan hakimiyyətinin bərpası yanlış fikirdir, hansı ki elə 1-ci Rus-Qacar müharibəsinin başlamasına səbəb Gəncənin işğalı idi. Gəncə işğal olur və 1804-ün yanvarında, hansı ki daha sonra isə müharibə başlayır. Yanlışdır. Belə demək olar ki, 2-ci Rus-Qacar müharibəsi dövründə orada Rus hakimiyyətinə qarşı üsyan baş verdi. Əyalətlərin komendantlar tərəfindən idarə olunması. Belə ki, Azərbaycanda ilə komendant idarə üsulu 1-ci Rus-Qacar müharibəsi dövründə də var idi. 1840-a qədər mövcud idi. 1804-1840-cı illəri götürmək olar. Qubada yerli bəylərdən ibarət əyalət şurasının fəaliyyəti təbii ki, bu 1-ci Rus-Qacar müharibəsi dövründə idi 1806-da və Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı həm 1-ci, həm də 2-ci Rus-Qacar müharibəsi dövründə baş vermişdi. Klassik feodalizm dövrü əhatə edir 11-15-ci əsrləri. Bizans imperiyasının yaranması 395, Teymurun yaranması 1372, Dehli 1206-3, Böyük Moğol dövləti isə 1526 son orta əsrlərə düşür. Frank imperiyası isə 800-də erkən orta əsrlərdə formalaşan bir imperiya idi 2-3. 55-ci suala baxaq, Cümhuriyyətimizə aid xronoloji hadisələr. Naxçıvan General Qubernatorluğunun yaradılması 1919-cu ilin fevralında. Hökumət Gəncədən Bakıya köçürülmüşdü. Məhz 18-ci ilin 17 sentyabrında. Batum müqaviləsi 18-4 iyun. Gürcüstanla müqavilə 19-nın 16-sında. Və ardıcıllığımız olur burada, hansı ki 3, 2, demək 1 və 4. Şimali Azərbaycanda komendant idarə üsulu dövründən fərqli olaraq Qafqaz canişinliyi dövründə komendant idarə üsulu dövrü dedik 1804-40-cı illəri əhatə eləmişdi. Qafqaz canişinliyi isə 1844-cü ildə təsis olunur və 1883-ə qədər ilk dövrdə fəaliyyət göstərir. Sonra 1905-17-dir. Demək, Rus müstəmləkəçiliyi əleyhinə üsyanlar. Belə ki, həm komendant idarə üsulu dövründə Carbalakan, Lənkəran kimi üsyanları deyə bilərik 30-31-də. Həm də canişinlik dövründə 1863-cü ildə Zaqatalan nümunə verə bilərik. Yəni, bir ortaqdır. Bizə Qafqaz canişinliyi dövrünə aid xüsusiyyətlər lazımdır. İrəvan quberniyasının yaradılması 1849-dur. Bu, canişinlik dövrünə düşür, ikini yaza bilərik. Şəriət məhkəmələri fəaliyyət göstərirdi. Komendant idarə üsulu dövründə də, canişinlik dövründə də fəaliyyəti var idi. Çünki Azərbaycanda məhz vahid ümumi məhkəmələr yaradıldı 66-cı ildə. Deməli, sahibkar kəndlərin mülkədar tabelisi adı verildi. Məhz 1846-cı il 6 dekabr reskriptinə əsasən dövlət kəndlərinin köçmə hüququnun mövcud olması, belə ki, dövlət kəndlərinin 1853-cü ilə qədər
köçmə hüququ var idi. Yəni 53-də onların köçmə hüququ ləğv olunur. 53-də də köçmə hüququ ləğv olunursa həmin o kəndlərin, deməli bunlar həm komendanti dərəsulu dövründə, həm də canişinlik dövründə bunlara icazə verilir ki, başqa yerə köçüb gedə bilsinlər. Yəni bu ortaq xüsusiyyətdir. 2-4 deyə bilərik. Uyğunluq Rusiya tarixi ilə bağlı Amurun sol sahilini birləşdirir. Məhz Aygün müqaviləsinə əsasən 58-də. Demək, buradan qeyd eləyək. 2 verdik A-nı. Birinci Rus inqilabı başlayır 1905-7 1-ə B-ni qeyd edək. Məhkəmə islahatı 64 uyğun gəlmir. Canişinlik, Qafqaz canişinliyi 44 uyğun gəlmir. Və daha doğrusu 1844 3-də imiş. Deməli, 1-də B-ni, 2-də A-nı, 3-də də D variantını qeyd elədik. Şimali Qafqazın işğalı baş çatdırılır 1864-də. Baxaq, deməli situasiyanı videonu dayandırıb tanış ola bilərsiniz. Situasiyanın cavablarını elan etməmişdən əvvəl elə kanala abunə olub videonu bəyənməyi unutmayın. Növbəti məhz sınaq izahları da kanalımızda yerləşdiriləcək, hansı ki DİM 20 sınaq test kitabının izahları kanalımızda var və yeni videolar da əlavə olunmaqda davam eləyir. Əgər situasiya ilə tanışsınızsa, sualların cavablarını sizə bildirim. Mənbədə haqqında bəhs olunan qanun eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında, daha doğrusu 2-ci əsrin ikinci yarısında 133-123-də qəbul olunmuşdu. Və bu dövrdə də Romada Respublika idarəetmə forması idi. 59-da qəbul edilmiş aqrar qanuna əsasən yoxsullar və varlılar Romalılarla bağlı həyata keçirdiyi nəzərdə tutulan tədbirlər. Yəni, həm yoxsullarla bağlı fikirləri deyir yazın, həm varlı şəxslərlə bağlı. Belə ki, varlı şəxslərlə bağlı qeyd edə bilərik ki, varlı şəxslərin torpağına məhdudiyyət qoyulduğu və ya 200 hektardan artıq torpağa sahib ola bilməzdilər. Yoxsul şəxslərlə bağlı demək olar ki, hansı ki, məhz onlara torpaq sahəsi paylanıldı, paylanan torpaq sahələrini satmaq qəti şəkildə qadağan idi. Yəni, o torpaqları satın almaq olmazdı. Əlavəniz olarsa, qeyd eləyin, şərhdə baxaq, müzakirə eləyək. Tarixi biliklərinizə əsasən Qayqıraqın öldürülməsindən sonra aqrar islahatın ki nəticəsini yazın. Belə ki, Senat tərəfindən həmin vaxt bu qardaşların islahatları yarımçıq saxlanılır. Və bundan sonra artıq kəndlərə torpaq paylanılması dayandırılmışdı. Kəndlərin aldıqları torpaqların satılmasına icazə verən qanun qəbul olunmuşdu. Və həmən o qanundan sonra da varlılar yenə də kəndlərdən, yəni o plebeylərdən o torpaqları satın almağa başladılar. Beləcə test sahəmizin yekununa gəlirik. Növbəti videolarda görüşənədək imtahanda sizlərə bol şans, hər kəs uğurlar, özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.